Düzbucaqlı poliped şəklindəki çənin 8-də 5 hissəsi su ilə doludur. Çənin həcmi 15 kub metr olan kub salsalar, çən su ilə dolu olar. Çənin həcmini tapın. Çənin 8-də 5 hissəsi su ilə doludur və 15 kub metrdə saldıqda bu çən tam dolursa, deməli 15 kub metr 8-də 3 hissəni təşkil edir. Yəni 8-də 8-dən tamdan, belə deyək, 1 tamdan çıxsaq əgər biz 8-də 5-i, yəni hansı hissə boşdursa, boş olan hissə 8-də 3 eləyər. 8-də 3 hissə isə 15 kub metrə uyğun gəlir ki, bura həmin kubu saldıqda çən dolur. Deməli 8-də 3x bərabərdir 15 olarsa, kubun həcmini x olaraq götürsəm, x bərabərdir 8 vur 15 bölü 3. 15 ilə 3 gedər, 5 qalır, 5-i də vursaq 8-də 40. Deməli, çənin öz həcmi 40 kub metrdir.